Vaxtınız xeyir, kanalımızın dəyərli izləyiciləri. Bu günləri sizlər üçün bəzi yaş məsələləri haqqında məlumat verəcəm. İlk öncə dərslərimizə başlamamışdan əvvəl müəllimlərin işə qəbulu, sertifikasiya, yer dəyişmə, liseylərə qəbul, 4-cü, 5-ci, 6-cı sinif şagirdləri üçün bizim vəsaitdən istifadə edə bilərsiniz. Riyaziyyatdan qızıl qaydalar, izahlı məsələlər, mövzu üzrə testlər və sınaqlar kitabımız. Əldə etmək istəyənlər 051 644 3154 nömrəsi ilə əlaqə saxlaya bilər. Bəzi yaş məsələlərini sizlər üçün izah verəcəm. Yaş məsələlərində nələri yadınızda saxlayın ki, həmişə insanlar arasında yaş fərqi dəyişmir. Deyək ki, bu günləri mən və qardaşımın, mənim 25 yaşım varsa, qardaşımın 18 yaşı varsa, bizim aramızdakı yaş fərqi 7-dir. 5 ildən sonra da 7 olacaq, 10 ildən sonra da 7 olacaq. İnsanlar arasında yaş fərqi heç zaman dəyişmir. Keçək birinci suala. Birinci sualımızda deyir ki, ana və 2 uşağın yaşları cəmi 50-dir. Buna görə 5 il sonra ana ilə uşaqların yaşları cəmi neçə olacaq? Ananı A hərfi ilə işarə edirik. Ana. Deməli, ananın və 2 uşağın. 2 uşaq yazıram, 2 uşaq. Deyir ki, 5 il sonra. Burada ana 3 uşağın cəmi yaşı vardı 50. Bu 5 il sonra deyirsə, ananın üstünə də, yaşının üstünə də 5 gəlirik. 2 uşaqdan söhbət getdiyinə görə 5-i plus 5 plus 5 gələcək. Çünki hər uşaqda 5 il artacaq. Deməli, 50 üstə gəlisi neçə? 3 dənə 5-imizi gələcək, 15. Bərabərdir 65. Deməli, 5 ildən sonra ana və 2 uşağın yaşları cəmi neçə olacaq? 65 olacaq. İkinci məsələdə deyir ki, aralarında 4 yaş fərqi ilə, 4 il. 3 qardaşın yaşları cəmi 57-dir. Ən böyük qardaşın yaşını tapın. Mən burada qardaşların adlarını vermədiyi üçün məsələn yazaram A qardaşı, B qardaşı, C qardaşı. 4 yaş fərqi ilə deyirsə, birincisinə X deyərəm, ikincisinə X plus 4 deyərəm, üçüncüsünə X plus 4, o da 4, 8. Çünki hər biri bir-birindən 4 il fərqlidir. Və yaşları cəmi neçədir? 57-dir. Yazıram buradan 3x. Üzərinə gəlsin 12. Yəni 4 ilə 8-i topladıq. Bərabərdir neçə? 57. 3x-imiz bərabər olur. 57-dən 12-ni çıxırıq, alır 45. X-imiz də bərabər olur neçə? 45-i də 3-ə böləndə 15. Deməli, birinci A qardaşın yaşını tapdıq 15. Amma bizdən böyük qardaşın yaşını soruşurdu. Böyük qardaşa neçə demişdik burada? 8. X-in yerinə aparıb yazdıram bunu 15-i. Olur neçə? Bərabərdir. Deməli, böyük qardaş X plus 8 yaşıdır. X-i tapdıq 15. 15 üstə gəlsin 8. Bərabərdir 23. Böyük qardaşı neçə yaş olacaq? 23. Növbəti məsələ deməli 3-cü məsələdir. 3-cü məsələdə deyir ki, əsgərin 5 il sonraki yaşı 5 il əvvəlki yaşının 3 qatı olacaq. Əsgərin indiki yaşını tapın. Biz 5 il sonraki yaşına 5 il əvvəlki yaşı müqayisə eləyəcəyik. Yazaq buradan 5 il sonra. Buradan belə xətt çəkək 5 il əvvəl. Deməli, bu 5 il sonra deyəndə x plus 5 gəlir. Çünki artır da. 5 il əvvəl deyəndə x minus 5. Çünki bunun yaşına x deyirəm. Bilmədiyimiz üçün 5 il sonra deyirsə plus gəlirik. 5 il əvvəl deyirsə minus 5 çıxırıq.
Deyir ki, 5 il əvvəlki yaşının 3 qatı olacaq. Əsgərin indiki yaşını tapın. Bunun tənliyimizi yazaq. X plus 5 bərabərdir. X minus 5 vurulsun 3. Və buradan x-imizi tapırıq. Olur. X plus 5 bərabərdir. 3x minus 15. 3x-dən 2x çıxanda qalır 2x bərabərdir. 5 ilə də 15 toplayırıq. Olur 20. X-imiz də bərabər olur 10. Əsgərin indiki yaşını neçə demişdik? Bu oldu 10. Deməli, 4-cü sualda deyir ki, ananın yaşı 32, 3 uşağının yaşları cəmi 18-dir. Neçə ildən sonra ananın yaşı ilə uşaqların yaşları cəmi bərabər olacaq. Ananın yaşını yazırıq buradan. Deməli, ananın neçə yaşı vardı? 32. 3 uşağın yaşında yazıram. 3 uşaq. 3 uşaq. Neçədir? 18 yaşı var. Deyir ki, ananın yaşı 32-dir. 3 uşağın yaşları cəmi isə 18-dir. Neçə ildən sonra ananın yaşı ilə uşaqların yaşları cəmi bərabər olacaq. Əgər ki, uşaqların yaşları artırsa, ananın da yaşı artır. Ananın yaşı artırsa, uşaqların da yaşı artır. 32 tənliyimiz olacaq belə. X bərabərdir. 18 plus 3 uşaq olduğuna görə 3x yazacaq. Çünki hərəsi x ili artır. 3x-dən x çıxanda 2x qalır. 32-dən 18 çıxanda 14 qalacaq. X-imiz də bərabər olacaq neçəyə? 14-ü 2-yə böləndə 7. Deməli, 7 ildən sonra ananın yaşı olacaq. Ananın yaşı ilə 3 uşağın yaşları cəmi bərabərləşəcək. Növbəti məsələ 5-ci məsələdir. 5-ci məsələdə deyir ki, Aqil 28, Kamran 13 yaşındadır. Neçə ildən sonra Aqilin yaşı Kamranın yaşından 2 dəfə çox olacaq. Buradan yazıram Aqilin yaşın A. Bir də Kamran yaşını yazıram 2 hərfi. Deməli, Aqilin 28 yaşı var. 28 yazaq. Kamranın neçə yaşı var? Kamranın isə neçə yaşı oldu? Kamranın oldu 13 yaşı. Yazdıq 13. Və bizdən deyir ki, neçə il sonra Aqilin yaşı Kamranın yaşından 2 dəfə çox olacaq. Bunların yaşlarının üstünə x il gələk, çünki bilmirik. 28 üstə gəlsin x bərabərdir 13 üstə gəlsin x. Amma bunu biz vuracağıq 2-yə. Çünki bu tərəf az olduğuna görə vururuq 2-yə. Olacaq 28 üstə gəlsin x bərabərdir 26 üstə gəlsin 2x. 2x-dan x-i çıxanda qalır x bərabərdir 28-dən də çıxırıq 26-nı. X-imiz olur neçə? 2 il. 2 ildən sonra Kamranın yaşından 2 dəfə çox olacaq Aqilin yaşı. Yəni 2 il Kamran da artacaq, Aqil də artacaq. Aqilin yaşı olacaq 30, Kamranın yaşı olacaq 15. Və fərq olacaq neçə? 2 dəfə artmış olacaq. Növbəti məsələmiz 6-cı məsələdir. 6-cı məsələdə deyir ki, Rauf ilə Günelin yaşları cəmi 32-dir. Raufun 3 il sonraki yaşı Günelin 3 il əvvəlki yaşına bərabərdir. Raufun neçə yaşı vardır? Burada deməli Günel böyükdür, Rauf kiçikdir. Aralarında yaş fərqi olacaq. Raufun yaşını yazıram Rauf, bir də Günel. Raufa x yaş verirəm. Çünki Rauf kiçikdir. Raufun 3 il sonraki yaşı Günelin 3 il əvvəlki yaşına bərabərdir. Fərq neçə olacaq burada? 6 il. X plus 6. Bunu yazdıqsa tənliyimizi qurmaq daha rahat olacaq. Sonra bizə deyir ki, bunların yaşları cəmi 32-yə bərabərdir. Yazıram 2x plus 6 bərabərdir 32. Və 2x-imiz bərabər olur 26.
6-ya. X də bərabər olur neçəyə? 13-ə. X kimə demişdik? Ralfa. Ralfın da neçə yaşı var? 13 yaşı var. Oldu cavabımız 13.